Qubada da bilik günü qeyd olunub. Qımıl Qışlaq kəndində isə yeni məktəb binasının açılışı şagird və pedaqoji kollektivin sevincinə səbəb olub. Aytəkin Alxaslanın reportajına baxaq. Qubanın Xaçmazla həmsərhəd olan Qımıl Qışlaq kəndində 220 yerlik yeni məktəb binasının açılışı olub. Kəndin tarixində ilk dəfədir ki, belə müasir tədris ocağı inşa edilib. Məktəbin direktoru Zəminə Mirzəyeva yeni binanın sözün əsl mənasında kənd cəmaatına, şagirdli, müəllimli, valideynli, uşaqlı hamıya sevinç bəxş etdiyindən həvəslə danışdı. Köhnə məktəb uyğunlaşdırılmış bir binada yerləşmişdi. 57-ci ildə tikilmiş, ambar məqsədi ilə tikilmiş bir binada. Çox qəzalı, çox qorxulu bir vəziyyət almışdı. Əlbəttə ki, canımız qurtardı. O köhnə qəzalı binadan, uçuq sınıq binadan canımız qurtarıb. Bugün hamımızın sevinci hədsizdir. Çıxışlarda bildirilib ki, bu son 5 ildə Qubada inşa edilən 15-ci yeni təhsil müəssisəsidir. Hər cür müasir avadanlıqla, müasir istilik sistemi ilə, fən laboratoriyaları ilə təsis edilən yeni məktəbdə 9 kompüterdə şagirdlərin istifadəsinə verilib. 8 aydır Qubaya icra başçısı təyin edilən Yaşar Məmmədov ilk müsahibəsini də yeni məktəbdə Aynəsə verdi. O, yaxın günlərdə rayonda daha bir qəzalı məktəbin yenilənəcəyini bildirdi. Qəzalı məktəblər varımızdır hələ. Əlavə olaraq, yəni bilirsiniz də, bu saat yeni Afurca məktəbi də inşa edilir. Yaxın günlərdə ikincisi başa çatır. Açılışdan sonra yeni məktəb neçə illərdir qəzalı binada oxuyan şagirdlərin ixtiyarına verildi.